Beynin ən dərin, ən qədim, ən ilkin qatlarında temporal lobun içində gizlənmiş badama oxşayan bir neyron toplusu gizlənib. Bunun adı amigdaladır. Bu heç vaxt yatmayan, qədim instinktiv bir qoruyucudur. Onun tapşırığı ətrafdan gələn bütün siqnalları filtrləməmiş bir şəkildə ilk olaraq qəbul etməkdir. Məlumat almaz, sadəcə hiss edər. Amigdalanın tək bir vəsvəsəsi var. Həyatda qalmaq. Aldığı siqnalları skan edər və tək bir təhlükədir. Bundan qorxmaq lazımdır kimi siqnalı qəbul edər. O bir təhlükə hiss etdiyin an, məsələn ucadan bir səs və yaxud sürətlə yaxınlaşan bir kölgə gördüyü zaman həmən təhlükə siqnalını işə salar. Bu adi bir pişikdir deməyə belə macal tapmarıq. O bədənin hər yerinə siqnal göndərir. Bu beynin ən qədim savaş, qaç və don siqnalıdır. Bu siqnal bir anda bütün bədənimizi bir qasırğa kimi ələ keçirər. Hipotalamusa siqnal göndərir. Stres hormonları, kortizol və adrenalin ifrazını işə salır. Ürəyin ritmi, döyüntüsü sürətlənir, qan dövranı artır və ürək qanı əzəlilərə pompalayır. Məntiqli beynimiz, profrontal korteks müvəqqəti olaraq dövriyyədən çıxır. Artıq qərarları məntiq deyil, instinkt verir. Bəli, bax o amigdala dediyimiz o balaca badama oxşayan beyin bizim bütün canlılarla ortaq beynimizdir. Yəni ona sürüngən beyin deyirlər və onun da simvolu ilandır. İtalya Roma papası Katolik binasının ilan, sonra İran parlament binası ilan, bütün hər yerdə ilan. Bəli. Bu dünyanı, bütün insanlığı idarə edən bax o ilan bizi də günümüzün 95%'i. Bu sadaladığım şeyler bizim bir demək olar ki 95% günümüzü bax bu ilan bizi idarə edir. Yəni o özü istəmədən, o bizi qorumaq üçün daima bax o məlumatı analiz eləmir. O sadəcə qəbul edir və salam. Və bugün bizim bütün həyatımızda baş verən, bax evdən çıxır, tıxac, evdə uşaq qışqırır, nə bilim stolda bu çatmır, o çatmır, o bütün davranış hərəkətlərimizin hər biri bax onun komandası altında idarə olunur. Ona görə biz xoşbəxt ola bilmirik. Onu durdurmaq, beynə bax o sahibsən və şuura sahibsən də artıq sən o siqnalları anlayırsan və artıq başqa bir gerçəklik yaşayırsan. Çünki onların heç biri artıq o siqnal deyil və o bizim bir ilanı ki necə qıvrılır, bax o cür işləyir o. Amma biz şuurumuz var və şuurumuzla biz hər şeydən güclüyük. Bu qədər sadə, badama oxşayan bax o sürüngən beynimiz. İlan.